Yayda? Yayda. Yayda yaxşı olur bura, hə? Ala olur, ala. Bir gün gəlirik yayda. Burada bizə qonaq oluruz. Heç olmasa bizlə... Nəvəndi mi? Sözünü də Yox, kəsirəm. mənim nəvəm. Həsi Akif dayının nəvəsi. Allah saxlasın. Bir dənə qızdır, bir oğlan dedi. İki dənə nəvəm burada var. Gəlib babalarının yanındadılar. Baba, Adın nədir? Tosif. Nə? Tosif. Tosif? Tosif. Tusif. Nə maraqlı adlar var. Kimin adıdır qoymusunuz? Valla mən qoymamışam. Xəbərim olmayıb o addan. Tosif, məktəbə gedirsən yoxsa? Şagird azdı amma gedib oxuyursan. Sən Allah köməyin olsun. Akif dayımızın da evidir burada. Bax belə. Ora gördün nə şey gün düşüb ora. Gün möhtəşəm düşüb kəndin aşağısına. Oğlu sağlar. Düzün nədir? Ancaq nəvə, qız nəvə olsun. Nə olub ay Zakir dayı, nə edirsən? Deyirəm, nəvələrimi çox istəyirəm, oğlumu. Mən istəksəm öz nəvəmi istəyirəm. Mən də Ölürəm. Oğlumu istəmirəm, mən nəvəmi istəyirəm. Nə oğul? Sinifdə neçə uşaq var sizdə? 4. 4 uşaq. Vay vay vay. Müəllimlərindən razısan da, amma çox əzabkeş müəllimlərin var. Gördüm bir neçəsini. Oxuyursan mı dərslərini? Nədir arzun? Həkim ol. Allah qoysun. Allah qoysun. Oxu. Həkim ol. 100% baba deyir ki, qızım, həkim ol, mənə kömək elə. Hə, deyirmi indidən o sözü? Hə. İndidən deyirlər. Bilirəm ki, deyirlər. Kömək eləyəcək. Hətta kəndə. Ümidləriniz çoxdur maşallah. Bütün kənd nə qədər ki yaşayır yerindədir, sənə ümidləri çoxdur. Sən də oxu, ol həkim. Hə? Sən də doğrultu. O da Aşıq dayının oradan baxır bizə. Salam olsun. Gəlinidir. Gəl də evə gəlin. Can, gəlindir. Yox, çox sağ olun. Allah köməyiniz olsun. Hər şey var şükür Allah'a. Can. Kömək olur. Can, var ol, deyir, hər şey var. Allah saxlasın övladlarını. Məktəb sizin sayənizdə açıldı. Can, var. Məktəbi göstərmişdim o vaxtı. Sonra xatırlatdılar mənə. Çıxış eləyirdik. Hə.